Axşamınız xeyir. Ayr 24'də xəbərlərin hər bir iki buraxılışı ilə qarşınızdayıq. Studiyada Vəfa Təyyar qızıdır. İndi isə ətraflı. Çin Şimali Koreya ittifaqı güclənir. Belə ki, Çin lideri Xi Jinping'in 7 illik fasilədən sonra Şimali Koreya səfəri dünya mediasının diqqətini çəkib. Çünki Xi Jinping'in bu il ilk xarici səfər olmaqla yanaşı, bu onun Şimali Koreyaya ikinci səfər olacaq. Bəs bu yaxınlaşma regionda qüvvələr balansına necə təsir göstərə bilər? Daha ətraflı növbəti video materialımızda. Çinin Şimali Koreya ilə münasibətlərini yenidən fəallaşdırması Asiya Sakit Okean regionunda diqqətlə izlənilən geosiyasi proseslərdən birinə çevrilib. Pekin və Pxenyan arasında yüksək səviyyəli təmasların artması iki ölkə arasındakı ənənəvi tərəfdaşlığın qorunub saxlanılması ilə yanaşı, dəyişən beynəlxalq şəraitdə qarşılıqlı maraqların yenidən uzlaşdırılması cəhdi kimi də qiymətləndirilir. Son illər qlobal siyasətdə müşahidə olunan qarşıdurmalar fonunda Şimali Koreya xarici əlaqələrini şaxələndirməyə çalışıb. Xüsusilə Rusiya ilə münasibətlərin intensivləşməsi Pxenyanın manevr imkanlarını genişləndirib. Bu vəziyyət isə bölgədə əsas təsir güclərindən biri olan Çinin diqqətindən yayınmayıb. Analitiklər hesab edirlər ki, Pekin Şimali Koreya üzərindəki siyasi və iqtisadi təsirini qorumaq üçün münasibətlərin yeni impuls qazanmasına xüsusi önəm verir. Ukrayna-Rusya savaşı sürecinde Rusya'nın Kuzey Kore ile yakınlaşıyor olması elbette ki Çin'i bu konuya odaklanmaya sevk etmiştir. Çünkü Kuzey Kore gibi bir ülkeyi Rusya'ya bağdaştırmak ve kaptırmak istemeyen Çin, Kuzey Kore ile yakın ilişkilerini geliştirme açısından bir hamle olarak ziyaretlerle ve yakınlaşmaya çalışarak bir süreç işletmektedir. Amerika Birleşik Devletleri'nin bu coğrafyadaki etkisini de kırma açısından Çin'in hamleler olarak değerlendirilmelidir. Mütəxəssislərin fikrincə, Çin üçün Şimali Koreya yalnız qonşu dövlət deyil, həm də təhlükəsizliyi baxımından mühüm strateji bufer rolunu oynayır. Buna görə də Pekin Koreya yarımadasında baş verən proseslərə həssas yanaşır və bölgədə öz maraqlarına uyğun sabitliyin qorunmasına çalışır. Şimali Koreya isə beynəlxalq təzyiqlər və sanksiyalar şəraitində iqtisadi və siyasi dəstək baxımından Çini ən vacib tərəfdaşlarından biri hesab edir. Digər tərəfdən ABŞ-nin bölgədəki hərbi və siyasi mövcudluğunun gücləndiyi bir dövrdə Pekin-Pxenyan əlaqələrinin yeni dinamika qazanması Vaşinqtonun regional strategiyasına cavab elementlərindən biri kimi də oxunur. Belə bir şəraitdə Çin, Rusiya, ABŞ və onların tərəfdaşları arasında davam edən geosiyasi rəqabətin Koreya yarımadasında daha aydın hiss olunacağı gözlənilir. Xi Jinping'in Şimali Koreya səfəri iki ölkənin münasibətlərin inkişaf etdirilməsi baxımından xüsusilə qlobal hərbi siyasi proseslər kontekstində kifayətlə diqqət çəkən məqamlardan biridir. Biz bilirik ki, Şimali Koreya və Çin Avrasiya məkanında əsas hərbi siyasi güclərdən hesab edirlər. Xüsusilə də Şimali Koreyanın xüsusilə öz nüvə arsenalının inkişaf etdirilməsi, bu istiqamətdə yeni nailiyyətlər qazanması Pxenyanın regionda çəkindirici güc kimi öz meyvini daha da qüvvətləndirməsinə şərait yaradır. Beləliklə, Çin və Şimali Koreya arasında intensivləşən təmaslar yalnız iki ölkənin münasibətləri ilə məhdudlaşmır. Bu proses Asiya Sakit Okean regionunda təhlükəsizlik mühitinə, qüvvələr balansına və böyük dövlətlər arasındakı rəqabətin gələcək istiqamətlərinə təsir göstərə biləcək mühüm geosiyasi inkişaf kimi qiymətləndirilir.